Salam, əziz dəyərli izləyicilər. Hər birinizi xoş gördük. Bu gün də yenidən sizin qarşınızdayıq və çox möhtəşəm, çox gözəl bir həm verilişlə, həm də gözəl bir belə deyək də mövzu ilə, bəli. Reyhan xanım Əliyeva da bizimlədir. Bugünkü mövzumuz çox maraqlıdır. Elə bilirəm ki, hər birinizin də çox xoşuna gələcək. Həm xoşunuza gəlməklə əlavə də çox möhtəşəm. Elə bilirəm ki, axıracan da izləyəcəksiniz. Çünki bu günləri biz qadınlardan danışacağıq, qadın enerjisindən danışacağıq. Elə bilirəm ki, dünyamızın ən möhtəşəm, mən belə deyərdim, kişilər məndən inciməsin, liderləri xanımlardır. Ona görə də bu günlərim də Reyhan xanım Əliyeva bizimlədir. Xoş gəlmisiniz Reyhan xanım. Çox sağ olun. Bayramınız mübarək bu arada. Mən də bütün Azərbaycan xanımlarının bayramını 8 martını təbrik edirəm. Qadının deyir yurdudur ya da qurdudur. Məncə hər birimiz qadının yurdu olaq. Ona görə də elə bugün özəl suallar hazırlamışsınız. Yəqin ki, qadınlar çox möhtəşəm suallar hazırlamışam. İlk növbədə Reyhan xanım, bununla başlamaq istəyərdim ki, biz bir qadın olaraq deyirik ki, qadının enerjisi, fərqli bir enerjimiz var. Əlbəttə ki, bu hər qadının özünə məxsusluğudur. Düzdürmü? Heç bir insanların hamısı fərqli olduğu kimi qadınlar da fərqlidir. Bəs belə bir sualla müraciət etmək istəyirdim ki, eril, dişil enerji, qadın və kişi enerjisi deyən bir enerji var ki, bu bəzən bizdə həddən artıq qadın enerjisi çox və yaxud da həddən artıq aşağı olur. Bilmək istəyirdim ki, bu nədən asılıdır? Yəni bu nədir? Əvvəla eril, dişil enerji nədir? Onu izah edeyim. Çin fəlsəfəsinə görə eril enerji yan enerjisi, dişil enerjisi yin. Eril, dişil enerjisi bütün insanlarda cinsiyyətindən asılı olmayaraq həm qadında, həm kişidə balansda olmalıdır. Yəni hər ikisində həm qadın enerjisi, həm kişi enerjisi var. Eril enerji daha çox yönətici enerjidir, məntiq enerjisidir, güc enerjisidir, güvən verər. Dişil enerji daha çox emosional, qoruyucu enerjidir. Daha çox almağı bilən enerjidir. Eril enerji isə verməyi bilən enerjidir. Bunların ikisi mütləq balansda olmalıdır. Əgər daxili balans olarsa, harmoniya olur. Daxili balans pozularsa, harmoniya pozular. Evdə qadın artıq erilləşər, sərtləşər. Kişi isə həmin əgər bir kişinin qadını erilləşibsə, kişi avtomatik olaraq ya passivliyə keçər və yaxud da ki, o qadının həyatından gedər. Əgər ona yön deyilsə, yəni ona uyğun deyilsə, dişiliyin artmasına yön deyilsə, mütləq o qadının həyatından gedir. Yəni, eril, dişil mövzusu çox dərin bir mövzudur. İnsanların öfkəsini, ondan sonra həyatını kontrolda eləyən, harmoniyanı qoruyan bir mövzudur. Aha, çox gözəl. Bax siz dediniz ki, əgər kişidə belə deyim də ya qadında kişi enerjisi yüksələrsə, və yaxud da ki, və bunu əks cinsin nümayəndəsi qarşı tərəf hiss eləyirsə, mütləq şəkildə ya gedir, ya da onda belə çıxır ki, kişilərdə qadın enerjisi yüksəlməlidir və ya da onu qəbul etməlidir də, belə deyək. Belə izah edeyim. Qadın enerjisi, kişi enerjisi hökm verən, qərar verən enerjidir. Əgər bir evdə bir qadın deyək ki, övladını tərbiyə etmək məqsədi ilə bütün hakimiyyəti, hökmranlığı əlinə alır. Hökm verməyə, o başlayır hökm verməyə. Yəni, daha çox idarə edən qadın olur. İdarə edən qadın olarsa, o zaman kişi artıq orada hökm verənə tabi olur. Avtomatik passivliyə keçir. Və qadın da, kişi də fərqində olmadan o balansı pozurlar. Həm daxili balanslarını pozurlar, həm ailə balansı pozulur, həm övladlarının balansını pozurlar. Yəni, bu artıq bir qadının da eril enerjiyə keçməsinin bir səbəbi var. Yəni, o qədər bir dərin mövzudur ki, və zəncirvari bir-biri ilə o qədər bağlıdır ki, həm ailəni idarə edir, həm uşaqları idarə edir, həm də insanın öz daxilini idarə edir.
Amma bunun bir kökü var. Qadının eril enerjiyə keçməsinin bir səbəbi var və deyək ki, kişi də daha çox dişilikdədirsə, daha çox tabe olan tərəfdədirsə, onun səbəbi tamam başqadır. Aha. Və siz danışdınız belə bir, yəni uşaqlığımda belə bir şey yadıma düşdü ki, bizdə həmişə atam mənə deyərdi ki, sən kişi kimi qızsan. Və həmişə deyirdi ki, əgər çiçək bu işin arxasınca gedirsə, mütləq şəkildə ona deyəcək, mən qızıma güvənirəm, o kişi kimidir. O bizə o xoş vaxt gəlir. mənim xoşuma gəlirdi həqiqətən. Yəni o əslində bizə xoş gəlir. Çünki özünü bir güclü kimi göstərirsən. Kişi enerjisi güc enerjisidir, güvən enerjisidir və sənin xoşuna gəlir ki, məsələn, güvən vermək, güc vermək, amma bir yerə qədər. Bəli, Bir razıyam. yerdən sonra müəyyən yaşa qədər sən onu idarə edə bilirsən. Müəyyən yaşdan sonra, çünki içəridə müəyyən qədər qadın enerjisi olur. Amma müəyyən yaş gəlir, qadın enerjisi artıq azalmağa başlayır. Yaş dövrü var. Qadının o klimaksa girmə dövrləri var. Artıq qadın enerjisi tükəndikdə artıq o səni tükəndirir. Tamamilə tükənmiş olursan. Ona görə bizə güc verən, bizi güclü hiss etdirən əslində o bizə çox zərərlidir. Və onun sizi kişi kimi görməsinin səbəbi də bir başqa səbəbi var. İstərsinizsə ondan izah edeyim. Buyurun. Çünki valideynlər övladlarını daha çox istəyirlər ki, ilk övladı və ya ikinci övladı və ya iki qızı varsa, üçüncüsü oğlan olsun. Əgər oğlan uşağı gözləyirsə, avtomatik olaraq dünyaya gələn övladının daxili balansını pozur. Onu dünyaya gəlmədən artıq ona mesaj gedir ki, məni oğlan kimi görmək istəyirlər. Və oğlan kimi görünmək istənilən valideynə özünü artıq oğlan kimi, onun oğlu kimi özünü göstərməyə çalışır. Və oğlu kimi hərəkət elədiyi üçün valideyn də onun eril enerjisini görür, kişi enerjisini görür, kişi balam deyir, mən sənə güvənirəm deyir, bu onu daha da həvəsləndirir. Zaman keçdikcə görürsən ki, onun daha çox oynadığı dostları da oğlanlardır, daha çox oğlanlarla dostluq eləməyə çalışır, daha çox idarə etməyə çalışır, yəni liderlik eləməyə çalışır. Və biraz keçdikcə ailə qurduqda isə ailədə özünü biruzə verir, evi idarə eləməyə çalışır, uşaqları qərar verən tərəf olur, uşaqları idarə edir, həyat yoldaşını idarə edir, iş qurmağa çalışır, bir işlə yetmir. Bu iş ona azlıq edir, daha böyük işlərə girmək istəyir. Çünki içindəki o erilliyi əslində ataya, anaya özünü sübut eləmək istəyir. Ona oyatmaq istəyir ki, bax mən sizin oğlunuzam. Qızınız deyiləm, oğlunuzam. Və Dediyiniz kimi elədim. Bəli. O bir yerdən sonra artıq yorulursan. Bir yerə qədər davam edir. Bir yerdən sonra yorulursan. Qadının enerjisi, sizə deyim ki, qadın enerjisi daha güclü bir enerji. Qadın kimi olarsa, qadın enerjisi ilə davam eləyərsə, o daha güclü enerjidir. Qadın yaradıcı enerjidir. Doğrudur. Qadın enerjisi ala bilən enerjidir. Qadın torpaq enerjisidir. Yəni qadınlığımızı qorumaq isə bizim özümüzdən çox bizə yüklənənlərdən asılıdır. Bizim əgər ailədən yəni bu proqram əgər doğuluşdan bizə verilibsə, avtomatik olaraq o bizdə tələbat olaraq gedir. Sonrasını isə bizə həyat yoldaşımız bizə əgər qadınlığımızı yaşadarsa biz qadın rejiminə keçirik. Qadın duyğular, qadın kimi özümüzü hiss edirik. Yox, əgər həyat yoldaşı sənə o qadınlığı, sənə o güvəni vermirsə, artıq sən özün öz ayağı üstündə durmağa çalışırsan. Çünki arxanı sökəyəcək bir kişi yoxdur. O zaman özünü öz ayağının üstündə duraraq mən güvənilir, özümə güvənirəm, özüm olmaq istəyirəm deyərsənsə, artıq orada bir yerdən sonra tükənmişlik başlayır. Bəs yaxşı, bunların hamısını belə deyək də, qadın enerjisini özümüzdə bir qadın kimi necə yaradaq? Yəni həyat şəraitimiz buna icazə vermirsə. Yəni mən belə deyək də, mən deyil də elə bilərəm ki, izləyicilərin də ürəyindən keçən bir sualdır ki, həyat şəraitim buna icazə vermir, izin vermir. Yəni mən məcburam bunu etməyə. Bir yerdən sonra əgər fərqində olarsansa,
fərqində o zaman olur ki, insanlar qadın orqanlarına artıq zərər vermiş olur. Çox irəli getdikdə qadın orqanlarına zərər vermiş olur. Bu artıq başqa bir mövzudur. Əgər qadın fərqində olarsa, artıq o sərtləşdiyini görür. Evdə övladı da ona deyir ki, ana sən çox sərtləşmisən. Elə bir kişisən, kişi kimi danışırsan. Öz fərqində olsa ki, mən artıq yəni öz qadın sınırlarımı aşmışam. Artıq qadın kimi görünmürəm. Onun fərqində olaraq özünlə məşğul olmalıdır. Özünə zaman ayırmalıdır. Nəfəs alıb vermə texnikləridir, sonra yoqadır. Bunlara çox böyük bir dəstək olur. Özünə zaman ayıran, öz gözəlliyinə zaman ayıran, artıq qadın kimi geyinməyə başlayan, fikir verirsinizsə artıq qadınlarımızın, yəni qadın kimi geyinən qadınlarımız çox azdır. Məsələn, qadın kimi olan görünən xanımlar var. Kişi kimi kostyum geyinsə də, şalvar geyinsə də boğazında kiçik bir qadın yaylığı olaraq bir aksesuar taxır. O onunla görürsən ki, o içində qadın enerjisi var. Amma çox eril enerjisi çox yüksək olan qadınlar elə kişi kimi geyinib çıxırlar. Hətta çox güzgüyə baxmağa belə artıq zaman ayırmaq istəmirlər. Zamanlarını ona xərcləmək istəmirlər. Əgər özləri ilə məşğul olarlarsa, daha çox necə deyim, artıq tələb eləməyə başlayarlar həyat yoldaşlarından. Almağı, istəməyi öyrənməlidirlər. Bəs bax deyirsiniz ki, həyat yoldaşlarından istəsinlər də. Gəlin nəzərə alaq ki, indi həyat yoldaşlarının çoxu da həyat yoldaşımdır, evimdədir deyərəkdən, yəni o siz dediyiniz yunaslar var ki, onlara toxunaq ki, yəni onların heç birisini edə bilmir. Qadın məcburdur. Yəni həyat şəraitini dəyişmə ehtimalı yoxdur bu insanın. Ən azından iltifat istəyə bilər. Qarşı tərəfə məni sevdiyini deyib və yaxud da ki, ondan bunu istəyir. Amma özünün evi yoxdur. Deyək ki, egosunu özünə şeyləyib, qürurunu sındıraraq bunu istəyir. Yəni əgər ona sevgi ilə yanaşarsa, eril enerjisi yüksək olan qadın heç vaxt ərinə sevgi ilə yanaşmır. Ürəyini bağlayır. Ürək çakrasını bağlayır. Və kişi avtomatik olaraq onu hiss elədiyi üçün həmin kişi qadın əgər ürək çakrasını bağlayıbsa, onun qadını ürəyini ona bağlayıbsa, ona öfkəlidirsə, o kişi içki də içir və daha çox ona evliliğini hiss etdirən qadına tərəf gedir. Qadın əgər kişiyə evliliğini hiss etdirərsə, yəni burada balansı hər ikisi qorumalıdır. Deyək ki, maddi durumu aşağı olan bir kişidir. Çox ona bir şeylər almağa gücü çatmır. Bəli. Amma ən azından qadına iltifat göstərə bilər, sevgi göstərə bilər. Qadın o sevgini ondan almağı yollarını bilməlidir. Qadın kişiyə sərt, yəni gətirib yeməyə qarşısına belə əsəblə qoymamalıdır. Ona sevgi ilə qoysa, bütün kişilər o sevginin qarşısında əyilir. Nə qədər də əzazil kişi olsa, sevgi elə bir şeydir ki, sevgi, mərhəmətin qarşısında əyilir. Qadın o qədər böyük bir qüvvədir ki, qadının yaylığı belə, yadınızdadır, qadın yaylığı müharibələri dayandıran bir qüvvədir. Qadın çox güclü bir məxluqdur. Qadın istəsə o kişini həqiqətən yumşalda bilər. Əgər istəmirsə o kişi sərtləşir. Qadın əslində kişinin evliliğini rədd edir. O kişini evində istəmir. Çünki özü evlidir. Onu da hiss elətdirir. O enerjini ötürür. Avtomatik balans pozulur. Çünki yarısı kişidir, yarısı qadındır. Yəni onun da yarısının o balansın pozulmasının səbəbləri çoxdur. Biri doğumdan gəlir. İkincisi ana evdəki ataya öfkəlidir. Ata aqressivdir. Çox tələbkardır. Artıq həyatında və yaxud ananı incidən bir atası var. Eril tərəfimiz əslində bizi erili təmsil edən tərəfimiz atamızdır. Dişiliyi təmsil edən tərəfimiz anamızdır. Biz anamızdan və atamızdan da çox şeyləri götürürük.
davranışları götürürük. Anamızı əgər atamız əzibsə, atamız anamıza qarşı kobud olursa, avtomatik olaraq həyatımızda olan evlə ilk evil atamızdır. Onu öfkə ilə böyüyürük və evli rədd edirik. Atadan keçirik qardaşa, qardaşı rədd edirik və çevrəmizdə olan evilləri rədd edərək özümüz evil rejiminə keçirik. Hətta elə bilirəm ki, rədd etdiyimizlə belə evlənirik. Onu düzəltmək üçün. Mütləqdir. Çünki o bizim travmamızdır. Bəli. Əslində biz evləndiyimizlə travmamızı görürük. Atamızla, anamızla travmamızı hiss eləmirik. Çünki doğma qan bağımız var, biz onu hiss eləmirik. Amma həyat yoldaşımız artıq bir kobud davranışı ilə ona təpki göstərə bilirik. Amma bunun kökü valideyndə olduğunun fərqində belə deyilik. Onda belə deyək də, biz valideynlərimizdən ötürülən enerji ilə həyatımızı qururuq. Bəs yaxşı, onu valideynlə evladın arasında elə bir bağ var ki, o mümkün deyil. Biz özümüzdə onu necə dəyişə bilərik? Seanslar var, seanslarla onu dəyişmək olur. Yəni o duyğu hansı duyğudadır? Söhbət əsnasında sən bilirsən ki, gələn insan atasına qarşı, kişilərə qarşı hansı duyğudadır? Və onun danışığından, davranışından, geyim tərzindən görürük ki, bu dişil enerjidə deyil. Bir qadın gəlirsə, bu evil enerjidə olan qadındır. Artıq onun harda sən evilə, niyə səni üzən evil kimdir? O həyat yoldaşından başlayır. Yəni həyat yoldaşına öfkəli olduğunu deyir. Amma əslində öfkəli olduğu həyat yoldaşı deyil, atasıdır. Atası ilə şuur altında üzləşib, oradakı o travmanı boşaldarsa, atasına anlayış göstərərsə, düşünsə ki, atanın da içində bir xoşbəxt olmayan bir uşaq ola bilər. O nə yaşayıb, onun uşaqlığı necə keçib? Empati qurmaq. Mütləq. Bəlkə onun atası uşaq vaxtından atasını itirib, heç o ata sevgisi görməyib. Yəni onun uşaqlığına baxıb, anlayış göstərərək atasını bağışlayarsa, o zaman qarşısındakı kişinin həyat yoldaşında ona davranışı dəyişir. Əslində dəyişən özü olur. O həyat yoldaşının dəyişdiyini düşünür, amma dəyişən özü olur. Çünki daxildəki balans dəyişir. Artıq o atasına öfkə ilə yox. Bu yaxınlarda bir xanıma seans elədim. Atasını görmək istəməyən bir xanım. Bir ilk seansımızı elədik. İlk seansdan sonra mesaj yazdı ki, artıq atama öfkəli deyiləm. Hətta atamı düşünəndə ağlayıram. Deyirəm, niyə ağlayırsan? Deyir, atama yazığım gəlir. Onun özü də bir yükdür. Ataya, anaya yazığı gəlmək deyil. Onları anlayaraq, onlara təşəkkür eləmək lazımdır ki, onlar bizi dünyaya gətirib. Onlara öfkəli olmaq lazım deyil. Onlara tam anlayış göstərib, irəliyə, öz həyatına baxmalısan. Bəs belə deyək də, dediniz ki, bizim hər şey öz əlimizdədir. Bir qadın olaraq qadın enerjisini özümüzdə yarada bilərik. Və qadın belə deyək də, bax indiki gənc xanımlar ailə qurmağa belə deyim də hazırlaşan bir xanımlar bəy seçərkən deməyim də, yəni özlərində hansı enerji ilə, yəni hansı duyğu ilə, nələri özlərində etməlidirlər ki, yəni qarşı tərəf onu yansıtsınlar və düzgün seçim etsinlər. Əslində onu seçəndə avtomatik seçir. Duyğu olaraq avtomatik sistem o travma. Birinci növbədə evlənməmişdən qabaq yaxşı olar ki, travmalarından azad olsun. Travması azad olan, şuuraltı təmiz olan bir xanım, artıq o öfkəli olmayan xanım doğru seçim eləyəcək. Və qarşısındakı həyat yoldaşına daha sevgi ilə yanaşacaq. Məsələn, deyək ki, biz əgər atamızdan sevgi görməmişiksə, əslində atamız bizə sevgi göstərib, biz istədiyimizi almamışıq, inanmamışıq. Çünki bizi oğlan uşağı kimi görmək istəyib, biz inanmamışıq ki, bizi çox istəyir. Ona görə sevgisiz böyüdüyümüzü düşünmüşük. İstər-istəməz dışlanmış özümüzü hiss etmişik. Valideynim məni istəmir, məni bəyənmir, məni qəbul etmir demişik. Və həyatımıza çəkdiyimiz kişi də nəyə axtarırıq? Bizi çox sevsin. Amma onun sevgisinin nə olduğunu biz evlilikdən öncə hiss eləyə bilmirik. Biz yaralı yerimizi təmir etməyə çalışırıq. Yetər ki, mən onun sevdiyini mən hiss edim. Amma biz
əsl sevgi bizim öz içimizdəki işığımızı tapmaq olduğunu biz onu anlamırıq. Yəni insan özünü birinci Bir sevməlidir. müddətdən sonra artıq o müəyyən vaxtdan keçəndən sonra sən içindəki travmalar özünü göstərməyə başlayır. Özünü göstərdikdə isə sən artıq həyat yoldaşını itələməyə başlayırsan. Sən özün onu geri atırsan. Davranışlarınla, duyğularınla, yəni enerji elə bir şeydir ki, balans qorunmaq üçün sən istər-istəməz onunla eyni sahəyə girirsən. Eyni sahəyə. Aqressivsənsə, o da sənə qarşı aqressiv olacaq. Nə verirsənsə onu alırsan, qarşılığını alırsan. Peki bax belə deyim də Reyhan xanım. Verdiyimiz sevgidə amma qarşı tərəf onu ala bilmirsə, onda bu nə? O kişilər də ana ilə bağlıdır. Kişi mövzusu isə kişilərin də bəzi kişilər var. Məsələn, fikir vermisiniz, indi kişilərin çoxunda daha çox dişiliyə daha çox meyillidir. Bəli, bəli. Bu da nədən irəli gəlir? Bu da qadınların əslində ərlərinə olan öfkələri ilə biraz müharibələr, kişiləri azaltdıqda kişi enerjisi artıq demək olar ki, dünyada çox azalır. Çox kişi enerjisi sanki bilinçli surətdə kişi enerjisini azaldırlar. Bu bir başqa bir məsələdir. Amma qadın, ərinə öfkəli olan qadın övladlarından birini, daha çox oğlunu özünün xəyalında, şuur altında ər seçir. Onunla göbək bağını kəsmir. Əgər bir qadın evlənmiş oğluna sürəkli yemək yedinmi, evdən çıxanda əynini qalın geyin və yaxud saat neçədə gəldin, nədir, artıq onu yenə kontrolda tutmağa davam edirsə, bu qadın hələ o oğlu ilə evlidir şuur altında. Bəli, ruhundan boşanıb, doğrudur, razı. Və o gəlinində o oğlunun həyat yoldaşı kimi də baxa bilmir. O gəlininə necə deyim, neynəsə də, gəlin neynəsə də o qəbul eləmir və narazılıqlar buradan başlayır. Doğrudur. Gəlin deyək ki, yeməyini belə bişirdi, deyəcək mənim oğlum elə xoşlamır, belə bişir. Bu da bir dəfə, iki dəfə gəlin artıq etirazını bildirir, arada qalan da oğul olur. Doğrudur. Yəni ana oğlunun evliliğini azaldır. Xəyalında da onunla evli olur. Onun başqa bir qadınla evli olmasına şuuraltı icazə vermir. Hətta bu, belə deyim də, boşanmalara gətirib çıxarda bilir. Mütləqdir, boşanmaların əksəriyyətinin səbəbi odur. Bəli. Və o kişi gəlirlər, məsələn, seansa gəlirlər, kişi deyir ki, mən həyat yoldaşımı qəbul eləmirəm. Həyat yoldaşıma da, qızıma da çox öfkəliyəm. Deyirəm ki, sən anana öfkəlisən. Xeyr, deyir, mən anamı çox istəyirəm. Anam mənim həyatımdır. Anam mənim üçün varsa da, yoxsa da anamdır. Amma əslində içindəki kimlik anaya öfkəlidir. O dərinə getdikdə, onun içindəki uşağı danışdırdıqda baxırsan ki, sürəkli baskı altında olan bir uşaq var. Bir oğlan uşağı var. Qərar verməyə icazə verilməyən, hər addımı izlənən, yəni atasına öfkəli olan bir ananın övladı var. Bir otoriter ananın övladı var. Otoriter ananın övladı, oğlan uşağı artıq ana o oğlunun evliliğini rədd edir və onun qazancını da rədd edir. Eril-dişil dəngəsi pozulduqda orada maddiyyət mütləq ortaya çıxır. Maddi balans da pozulur. Əslində bunu belə deyirik, deyil arasındakı ananın mütləq şəkildə xeyir duasını almalısan məsələsi nəsə. Buna mı uyğundur, yoxsa yox? Yox, o xeyir duasını onsuz da alırsan. Yox, siz necədir? Belə açımda, məsəl üçün, o siz dediklərimizin hamısını ana öz övladını sevir. Bəli. Hər birimiz sevirik. Amma sizin dediyiniz tərəf mən anladım ki, başqa cürdür. Yəni gəlim sənə yaxşı baxırmı, bişirdiyi budurmu, belədir, elədir. Yəni normal olaraqmı deyim, qeyri-normaldır. İndi bunu həyat tərzinə görə dəyişir əlbəttə ki. Bax, o siz dediklərimizin hamısını el arasında deyirik ki, bu anasına oğul bu cür davrandı. Görürsüz, ona görə o xeyir dua almadı deyin.
ananın qəlbində, yəni ona qarşı nəsə oldu deyin. Ona görə bu maddi cəhətdən də, yəni vəziyyət o dərəcədə yaxşı deyil. Bu düzgün bir şeydirmi? Yox, ana əslində onun dişil tərəfidir. Əgər anaya küskündürsə, ananın xeyir duasını almaq mütləqdir. Anaya təşəkkür edib, ana da, ata da ikisinin də xeyir duasını almaq mütləqdir. Ata çünki ata verən tərəfdir, ana alan tərəfdir. Ana bərəkət tərəfidir. Övlad mütləq onun xeyir duasını almalıdır, onlara küskün olmamalıdır. Deyək ki, mən belə başa düşdüm ki, həyat yoldaşı ilə arasında narazılıq varsa və ya ananın qəbul eləmədiyi qadınla evlənibsə, qadın ona xeyir dua vermir. Bəli. Əslində qadın orada oğlunu sərbəst buraxmır. Bəli. O onun həyatıdır. O kiminlə ev seçdiyi xanımla ana məsləhət verir, bəzi şeyləri məsləhət verir. Amma ona çox da qadağalar qoyursa, artıq o bir yerdə partlayır. Əlbəttə ki. Yəni o ona öz qərarını verməyə icazə verməlidir. Ya öz qərarını, ananın dediyi adamla evlənən kişilərin mütləq evlərində bir narazılıq olanda deyirsən, sən evləndirmisən də, sənin tapdığın qızdır. Bəli. Amma özü bəyənib alırsa, heç vaxt onu qəbul edir. Yəni aralarında bir razılığa gəlməyə çalışırlar. Doğrudur. Yəni ana bir yerə qədər ona biraz bağımlılığı kəsməlidir. Orta göbək bağını kəsməlidir. Onu da belə deyim də, indiki deyərdim ki, anaların çoxu sizin dediyinizlə razılaşmır deyək. Əksəriyyəti razılaşmır. Oğlan anaları razılaşmır. Çünki belə deyək ki, onu qəbul etmirlər. Heç vaxt qəbul etmir. Oğlan analarına mən desəm ki, biz onlara biraz daha siyasi danışırıq, biraz politikalı danışırıq onlarla. Çünki ona desən ki, sənin xəyalında sən oğlunla evlisən, həmin ana sən nə danışsan, mən oğlumun xoşbəxt olmağını istəyirəm. Çünki o özündəki, daxilindəki o düşüncəli şuur altından fərqində deyil. Şuur altının bir uşaq olaraq onu idarə elədiyin fərqində deyil. Onda belə götürək ki, Reyhan xanım. Deməli, qadın öz yoldaşından yetəri qədər sevgi almayanda, əgər onun oğul evladı, mən elə gəlir ki, bu oğlunun qızdan deyil. Böyük birinci evladına qız da ola bilər. Qız da ola bilər. Bəli. Ona öz elə bil ki, ruhunda dediyiniz kimi evlənir. Yəni onu özünə ər seçir və hər bir şeydə ondan tələb edir. Tələb edir deyəndə həyatına qarşı da müdaxilə edir. Müdaxilə edir. Onun ailə həyatından tutmuş, övladlarının sayına qədər, yəni kənardan qərar verən, hökm verən, yəni sənin evinin idarə edicisi sənin anan olur. Bunun qadına, kişiyə də yəni fərqi yoxdur. Fərqi yoxdur. O cinsiyyətə baxmır. Əslində ruhun cinsiyyəti yoxdur. Şuuraltı ona cinsiyyət kimi baxmır. Doğrudur. Biz məsəl üçün o başqa bir mövzudur o. Ruh cinsiyyətsizdir. Ona görə şuuraltı da onun qadın və kişi olduğunun fərqində deyil. Bəli. Onda bu travmaların hamısı gəlir çıxır ananın atadan yetəri qədər almadığı bir sevgiyə. Onlar da bilinçli surətdə eləmir. Yəni biz burada cinayətkar axtarmırıq. Əlbəttə ki. Onların da öz valideynləri, onların da yaşam zəncirvari yaşadıqların, yaşatdırılan sənin ətrafdakilərin sənə davranışları, hamısı burada rol oynayır. Dişil enerjinin, eril dişil dəngəsizliyi o qədər böyük bir mövzudur ki bu. Yəni bizim həyat harmoniyamızda, həyatımızı idarə edən qazancımızı, evimizi, hər yerdə davranışlarımızı idarə edən odur. Bir eril enerjisi yüksək olan bir qadın bir kişi kimi olur, sərt olur, kobud olur. İşçiləri ilə deyək ki, bir rəhbər işçidir. Biz demirik ki, işləməsin. Qadın işləyəndə işləməyini əks deyilik. Sadəcə olaraq bizim dediyimiz odur ki, qadınlığını itirməsin. Qadınlığını. Evdə əgər o bir qadın, işləyən qadın evdə getdikdə bir sevgi dolu kişi nəvazişi görərsə, o qadın heç vaxt dişiliyini itirməz. O qadın, o yorğunluğu da, sərtliyi də gedər. Yəni, qadınlığını qadın kimi yaşayar.
qadın ne zaman evliliğe keçir? Qadın çox yük altına girəndə, qadın yəni istədiyi şeyləri ala bilməyəndə, qadın güvəndə olmayanda, güvənilir, ona güvəni vermirsə, artıq o qadın almağı da unudur. Seansa gələn xanımlar var. Həyat yoldaşı ona uzun müddətdən sonra bir dəfə 100 manat verib, xanım bu 100 manatı götürməyə utanıb. Deyir, fikirləşdim ki, 100 manat, bəlkə deyir pulu yoxdur, bəlkə 50-sini qaytarım, artıq almağı bilmir. O qədər ki, onun kişinin də yükünü daşıyır və kişilər də bir müddət keçdikdən sonra o kişilər xoş gəlir, çünki rahat olurlar. Bəli. Onun da yükünü daşıyır, övladın da yükünü daşıyır, öz yükünü də daşıyır. Bir müddətdən sonra görürsən ki, qadının kürəyi belə əyilir. Bəli. Çünki o qədər yük daşıyır ki. Yəni icazə verməyək ki, qadınlarımız o yükün hamısını onu daşımaq doğrudur. Bəli, onlar Siz, üçün ağır. mən sizinlə tamamilə razıyam bu mövzuda ki, bəzən insan istər evladı, istər həyat yoldaşı olsun, biz deyirik ki, biz olmasaq heç bir, yəni istər evdə olsun, istər işdə olsun, hər bir şey bambaşqa olacaq. Amma gərək belə bir fərqindəlik olsun ki, insanın özündə. Biz geri çəkiləndə hər bir şey yavaş-yavaş daşlar öz yerinə oturur. Bəli. Bizim düzdür, varlığımız da çox önəmlidir. Mütləq şəkildə. Amma bəzən biz çəkilib hər hansı bir evladımıza da onun yəni lazım olan yük deməyim də, öhdəlikləri də onun etməsini istəsək, inanın ki, bu yavaş-yavaş düzəlir. Mən onun həqiqətən də özüm ya həyat yoldaşına, ya oğluna artıq ona bəzi şeyləri, məsələn, onun eləməsinə icazə vermək lazımdır. Daha çox hökmranlıq tərəfi yox, tələb edən tərəf yox, daha bunu nəvazişlə eləmək lazımdır. Mən bax onu deyim sizə, bizdə valideynlərimiz həmişə biz balacaydıq, bacımı da məni də hər ikimizi otuzdururdu. O şəxsiyyət kimi formalaşmaq da böyük bir rol oynayır insanın həyatında, gələcəkdə. Nəsə böyük bir iş görsələr də bizi otuzdurub bizə məsləhət edirdilər. Siz nə deyirsiniz? Eləsək necə olar deyirsiniz. Bizə o qədər möhtəşəm ruh yüksəkliyi yaranırdı ki, biz bir şəxsiyyət kimi tanınırdıq, özümüzün tanıyırdıq və həyatda da bizim gələcək həyatımızda da mən indi başa düşürəm ki, mənim həyatımda uğurlu addımlarımın olmağı o vaxt o balaca çiçəyə olunan şəxsiyyətin formalaşmağında valideynlərimin böyük rolu var. Həqiqətən də ona görə də sən uşaqsan. O uşaq böyümür. Bəli. Onların hamısı da istər qadın olsun, istər kişi olsun, özünü təsdiqləməyən bir şəxsiyyət olanda bu zaman bax o siz dediyiniz qarşı tərəfdən nəsə umma, özünü gəlişdirməmə və hirslə, ego ilə gedəndə, ego deməyim də içindəki öfkə ilə gedəndə onda insan fərqli yanaşır. Sən uşaqsan deyilən o artıq o tamam başqa bir mövzudur. O böyüməyən uşaqdır. Orada artıq eril dişil dəngə pozukluğu deyil. Orada uşaq qalmaqdır. Bəli. O uşaq qərar verə bilmir. O uşaq gözləyir ki, kimsə ona əvəzində qərar versin. Onun içində böyüməyən bir uşaq var. Görürsən ki, 40 yaşında bir kişidir. Uşaq oyuncaqları, balaca maşınlar görəndə oturur uşaqla bərabər uşaq kimi oynayır. Demək, onun içində böyüməyən bir uşaq var. Çünki o uşaq ya ona necə deyim, o uşaqlığı yaşanmayıb. Bəzən də olur ki, qız uşaqları olur, ana işləyir, qızı evdə ondan balaca bacı qardaşlarına baxmağa məcbur qalır. O da uşaqlarını yaşayır. Bəli. Avtomatik ana rolu. Ana rolunu oynayır. Avtomatik olaraq o da bir yaşdan sonra, bir müddətdən sonra artıq o da tükənir. Uşaq uşaqlığını yaşamalıdır. Qadın qadınlığını, kişi kişiliyini yaşamalıdır. Bəs yaxşı, bunları açdınız. Çox gözəl ki, bu enerjini özümüzdə seanslara gələ bilməyib. Bəli. Evdə bunu necə edə bilərik? Ev şəraitində seanslara ilk dəfə, yəni heç olmasa bir görüşüb enerji təması qurmaq lazımdır. Çünki enerji təmasının başqa bir, yəni çox böyük bir rolu var. Amma məsələn xaricdən qatılanlar var. Biz görüntülü olaraq danışırıq. Bəli. Görüntülü danışdıqda da o enerjini ala bilirik. Bəli.
Yəni o seans ilk tanışlıq olur. Onun duyğularına baxırıq, düşüncələrinə, duyğularına. Yəni insan tək özü bunun öhdəsindən gələ bilməz, belə deyək. Mütləq seansa girməlidir. Bəzən ilk heç olmasa o hekayəsini tapana qədər özü mütləq seansa girməlidir. 1-2 seansdan sonra bəlkə özü də özündə idarə eləyə bilər. Baxır onun yaşadıklarının dərinliyinə. Çox ağır duyğulardırsa, məsəl üçün taciz yaşayan xanımlar var, uşaq yaşında taciz yaşayan çox ağır bir duyğudur. Avtomatik olaraq bütün kişilərdən qorxur, kişiləri rədd edir. Bəli, bunu əlbəttə ki, tək mümkün deyil. Mümkünsüz öhdəsindən bir gəlmək, şeydir. Onu tək özü seans eləyə bilməz. Və yaxud da ki, daha çox başqa ölkələrdən daha çox, Azərbaycanda çox ona rastlaşmırıq. Valideynin qız övladına təcavüzü. Bu çox ağır bir məsələdir. Atadır, atanı bağışlamaq məcburi. Ata sənin sağ tərəfində. O qadının həyatı məhv olur. O qadınla işləmək, onun tək başına işləməsi mümkün deyil. Bəli, bəli. Böyük travmaları əlbəttə ki, normal olaraq. Amma deyək ki, yüngül 1-2 seansdan sonra artıq biz ona təlimatlar veririk. Özü istərsə övladı ilə işləyə bilər. Yəni bizim metodumuzda bir resetting var, bir də transformasiya metodu var. Resetting tam arınma metodudur. Sənin onurğana yapışıb qalan o yüklərdən azad olmaqdır. Bir də enerji bədəndən azad olursan. Bir də var transformasiya, o boş qalan yerlərə meditasiyalarla ora artıq başqa bir şeylər. Mən keçən dəfə dedim, şuuraltı bir uşaq kimidir. Bəli. O uşağı artıq əvvəl inandığı şeyləri unutdurub, ona yeni duyğulara, ona başqa yüklər yükləyirsən, daha pozitiv yükləyirsən, həyat eşqi yükləyirsən, sevgi yükləyirsən və bunu dualarla bərabər, zikirlərlə bərabər elədikdə möhtəşəm bir nəticə olur. Doğrudur. Yəni həqiqətən o qədər gözəl bir nəticə olur. Keçən dəfə bir xanıma, Türkiyədən olan bir xanıma bir seans elədik. Əslində niyyət amaçlı elədik. Sanki bir niyyətini qarşısına qoydu elədi. Amma orada məqsəd qəlb çakrasını açmaq idi. 7 qapı olaraq düşünərək 7 qapını açmaq niyyəti ilə həm zikirlərlə, həm meditasiya ilə o 7 qapını açdıqda sonuncuda dedi ki, hocam sanki kalbim dayanmaq, durmaq üzrə. Amma əslində onun qəlb çakrası, ürək çakrası açıldıqdan sonra sonda o işığı görəndə elə bilirsən ki, yəni başqa bir aləmdəsən. Doğru. O Allaha yaxınlaşmaq, Allahın sevgisini hiss edərək o seansı eləmək çox möhtəşəm bir nəticə olur. Bəli, yəni mənim dediyim odur ki, meditasiya əvvəlcə arınıb təmizləndikdən sonra meditasiyalarla bərabər bunu eləmək olar. Məsələn, yoqanın çox gözəl bir effekti var. Çox gözəl nəticə əldə olur. Zehin, bədən və ruh üçünü bir arada tənzimləyib təmin etmək lazımdır. Həm zehin əgər sürəkli düşünürsə, negativ düşünürsə, bu zehni durdurmaq lazımdır. Bəli. Bədən əgər fiziki olaraq bir zərər görürsə, o bədəni sağaltmaq lazımdır. Bunların hamısının üçünü bir arada elədikdə və bununla yanaşı, məsələ bundan bitmir. Valeri Snelnikov var, Doktor Valeri Snelnikov. Çox gözəl kampları olur onun. Bu kamplarda bunların bütün mövzuların hamısını bir arada eləyirlər. Orada qidanın da çox önəmi var. Biz ət yeməyi sevən xalqıq, əti çox sevirik, şirniyyatı çox sevirik, qazlı içkiləri, sokları çox sevirik. Bunlar hamısı enerjisi düşük olan qidalardır. Biz enerjini yeməklə də alırıq. Enerjisi nə qədər yüksək təbii qida alarıqsa, o qədər biz enerjimizi oradan da yüksəltmiş oluruq. Enerjimiz bizim öfkələrimizlə, qorxularımızla da düşür, yeməklərimizlə də düşür.
enerjisi yüksək olan qidalar, bir müddət ət əvəz edən başqa bir şeylər var. Bir müddət məsəl üçün arınma dövrü deyirik. Kök çakranı, kökləri arındırma, ataların yükünü arındırma dövründə biz 40 gün ət yeməyə icazə vermirik. Ət yemədən, ətin əvəzinə ət əvəz edən başqa zülallar, qidalardan istifadə olunur. İnanın ki, o adamın həm rəngi də düzəlir, üz cildinin rəngi də düzəlir. Sağlamlığı da, məsəl üçün, başqa bir enerji də olur. Daha belə hərəkətli olur. Çox gözəl bir nəticələr olur. Aha, qadın enerjisindən haralara gəldik. Çıxdıq, belə bir sual da vermək istəyirəm ki, bu dediniz qadın enerjisi, yəni insan özündən asılı olaraq dəyişə bilər də. İnsan belə deyək də, düşüncəsini, fikrini dəyişdikdə, ilk növbədə mən elə gəlir ki, qınamağı buraxdıqda ilk ondan başlamalıdır. Qınamağı niyyəti olmalıdır. Niyyəti, bəli. Sonra niyyətini bəlirlədikdən sonra bir qınaqlar ən böyük günahlardan biridir. Bəli. Evrensel yasalar var. O evrensel yasalara görə bəzi qaydalar var ki, onları tənzimləyib, onları özündən yox etdikdə və buna əməl etdikdə, deyək ki, özünə söz verirsən ki, bilirsən ki, qınamaq günahdır, yargılamaq günahdır. Amma onu aşmaq o qədər çətin bir şeydir ki, İnsan özündən mütləq şəkildə başlamalıdır. Yəni onu aşmağın mən bir metodunu öyrədirdim insanlara. Deyirdim, qoluna bir rezin tax, o belə sarı rəngdə rezinlər var. Bəli, bəli. Onu tax qoluna, qolu sıxır. Hər dəfə birini qınadıqda onu çək, bir dəfə qolunu incitsin. O yadına düşdü ki, mən bunu qınadım. Anında üzr istə. Anında heç olmasa şuur altında tövbə de, onu günahlarından, o çox böyük bir günahdır. Bəli, razıyam. Və o artıq o mərhələni aşanda artıq sən bir level yuxarı çıxırsan, bilinci üstünə yazılır ki, bu mərhələni keçdi. Yəni səbir yasasıdır, qınaqdır. O günahlarından azad olduqda insan duaları da daha asan qəbul olur. Bizim o dediyim qəlb çakrası meditasiyasında o 7 mərhələ dediyimiz 7 qapının ilk qapısı günah qapısıdır. Qapını biz paslı dəmir qapı kimi düşünərək o paslı qapını açar, açmır. Açmır, demək günahların var. Orada tövbə eləyib, əstağfurullah deyərək, amma mexaniki deyərək fərqində olmalısan ki, mən kimə harda haqsızlıq elədim, kimi dışladım, kimin yanında özümü geyimimlə, maşınımla, evimlə özümü yuxarı tutdum. Təkəbbürlü davrandım. Ondan sonra kimin haqqına girdim, haqsızlıq elədim. Qadın-kişi münasibətlərinin özündə qadın əgər eri enerjiyə keçirsə, eri enerjisi özünə haqsızlıq eləmiş olur, öz haqqına girmiş olur. Bunun özü arınma prosesində onun fərqində olmalıdır. Aha, onda elə belə deyək də, seanslara gələ bilməsələr belə, ilk növbədə özlərindən başlayıb, günahlardır. Yəni fərqində. Ən azından insan özünün nə etdiyinin fərqində şuurlu olaraq, həqiqətən də fərqində olarsa, elə bilirəm ki, özünə bir çönüb güzgüləmə deyək də, aynalama. Onsuz da aynalama prosesi elədir ki, qarşısındakı, sənin qarşına çıxan insan səni aynalayır. Bəli. Sən elə belə çıxmır sənin qarşına. O həyat yoldaşı da elə belə çıxmır. Mən onu çox üzr istəyirəm. Bu yaxınlarda belə bir şey oldu ki, bacımla ikimiz oturub, indi mama buradan baxıb deyəcək, mama haqqında danışırdıq. Yəni inandırım sizi ki, axşam eyni şeyi mənə qızım elədi. Mən belə baxdım ki, harda səhv eləmişəm, onda fərqində oldum ki, mən bacımla bugün o haqqda danışmışam, axşam onu mənə qızım elədi və onun elə bilirəm ki, onun fərqində oldum. Hətta belə anamın söhbətdən xəbəri olmasa da belə, qəlbimdə, ürəyimdə belə də üzr istədim ki, haqsız elədiyimin fərqindəyəm. Yəni sən özündən asılı olmayaraq bunu etdin. Mütləqdir. Bizim bir meditasiyamız var. Günahlarından, səhvlərindən arınma meditasiyası.
Mən özüm o meditasiyanı hardasa ayda bir dəfə mütləq eləyirəm. Hər dəfə eləyəndə mən o meditasiya o qədər dərin bir duyğuya girirəm ki, bütün uşaqlığından yaşadığın indiki yaşa qədər bütün sanki bir sinema zalında o kino zalında Kino kimi gəlir, lenta kimi keçir o insan. kinoya baxırsan, uşaqlığın doğumundan indiki yaşa qədər və orada həm sənin duyğularını göstərir, həm özünü kino kimi yaşadığın çevrəndə olan sənə bütün insanlar hamısı oradan gəlir və sonra gəlir zalda otururlar. Bəli. Və sonda sən artıq bilirsən ki, sənin o düşüncələrin, birinin haqqında qeybət eləmisənsə, kiminsə yanında danışmısansa, birini yargılamısansa, o sənin şuur altında artıq bilirsən ki, o sənin nə düşündüyünü hiss edib. Və o qədər özünü həqiqətən fərqində olaraq bir arınma bir prosesidir ki, çox gözəl bir meditasiyadır. Yəni onu elədikdə insan çox yüngülləşir. İnsan nə zaman daha çox qarşısındakı insanlar, hər kəs səni görməyə çevrəndə insanlar toplaşmağa başlayır. Nə qədər enerjin yüngül olarsa, nə qədər üzərimizdə ağır yüklər çox az olarsa, Çiyinlərimdəki yüklər. Yükümüz ağır olanda bizdən hər kəs qaçar. Kimsə Doğrudur. nə işimiz irəli getməz, nə də ki insanlar bizim bəzən olur ki, görürsən ki, gələn yanından getmək istəmir. Deyirsən ki, yanında olanda özümü yaxşı hiss eləyirəm. Çünki o enerjinin, Bəli, sənin o hafifliyini, yüngül enerjinin fərqindədir. düzdür, razıyam. Ağır olduqda isə o ağırlıq həm özünə ziyan verir. Aqressiv olursan, qorxu dolu olursan, çox şeylər olur. Çünki sürəkli beyin düşünür. Motor kimi işləyir. O işlədikcə də sən başlayırsan yeməyə. Yəni o eril-dişil dəngəsizlikdə də yemək mövzusu var. Bəli. Beyin motor kimi işləyəndə sən Nə ilənsə onu balanslaşdırmalısan. fərqində olmadan yeyirsən. Beyin işləyir, sən beyin işləyəndə avtomatik əl də yeməyə gedir. Atışdırmağa gedir. Bəli. Beyin durduranda əl də dayanır. Doğrudur. Doğrudur. Razıyam sizinlə, tamamilə düzdür. Onda belə deyək də Reyhan xanım, biz birinci ilk növbədə qadınlığımızı fərqinə varmaqdan ötürü düşüncələrimizdən azad olmalıyıq. Yəni neqativ düşüncələrdən azad olub özümüzə yönəlib, özümüzə baxsaq, öz içimizə baxsaq, öz duyğularımıza baxsaq, elə bilirəm ki, bizim də üzümüzdə o deyirik çiçəklər açacaq. Özümüzü sevməliyik, özümüzə dəyər verməliyik. Özümüzün bir qadın olaraq qadınlığımızı, öz vücudumuzu bəyənməliyik. Kilodan yanımıza gələnlər olur. Burada da eril-dişil dəngəsizliyi burada da özünü göstərir. Bəzən oğlan kimi görmək, valideyn doğulan uşağı oğlan kimi görmək istəyəndə doğulan uşaq artıq müəyyən yaşdan sonra kilolu olur və bölgesel kilo olur. Ona qadın olduğunu artıq sənin dişiliyin rədd edilib, dişiliyini rədd edirsən dediyin bədənin müəyyən yerində bir blokaj yaradır. Biz onu seans zamanı danışdıraraq əlini qəlb çakrasının üzərinə qoyub, sənin o dişiliyini rədd etdiyin bədənin hansı hissəsindədir, biz onu tapa bilirik. Çox üzr istəyirəm. Biz bunu verilişdən öncə danışmamışdıq, amma sizin Maraqlı çox gəldi. gözəl, bəli, bir balaca bir nəfəs almaqla insanın belə özünü tanımaq bir hardasa bir 5 dəqiqəlik bir seansınız olacaq. Onu biz izləyicilərimizə hədiyyə edəkmi, xanımlarımıza nə deyirsiniz? Onlar nəfəs almaqla yəni bir reset edir. Bəli, çünki bilirəm sizin üçün də sürpriz oldu. Bunu öncədən əslində belə deyək də biz heç bir sualı hazırlamırıq. Bəli, Bu nə dərəcədə doğrudur bilmirəm. İnşallah ki, izləyicilərimiz də bizdən razı qalarlar bugünkü verilişdən. İstəyərdim ki, elə verilişimizi o seansa tamamlayaq. Siz nə deyirsiniz? Vallahi çox gözəl olar, amma nəyə bir qadın dişi ümumi olaraq. Ümumi olaraq, bəli. Tamam. Elə mənim üzərimdə buyurun. Tamam. O zaman Nə deyirsiniz eləyək? O zaman gözlərimizi yumuruq. Tamam. Özümüzü şəffaf bir yumurtanın içində düşünürük. Bu şəffaf yumurta bizim enerji bədənimizdir. Əlimizlə toxunduqda o yumurtanın istiliyini hiss edirik, divarlarının istiliyini hiss edirik. Burnumuzdan nəfəs alıb, ağzımızdan nəfəs buraxırıq.
Bir daha nəfəs alıb nəfəsimizi buraxırıq. Bir daha. Mən dedikcə qəlbinizdə, içinizdə də təkrar edə bilərsiniz. Bugün 2026 Mart ayında anladım ki, mən öz nəfəsimin dəyərini bilməmişəm. Özümdən üzr istəyirəm. Bugün öz nəfəsimin dəyərini bilməyə gəldim. Bugün anladım ki, mən dişiliyimi rədd etmişəm. Erillərə öfkələnmişəm. Zaman küsmüşəm. Bugün qorxularımın fərqində oldum. Çarəsizliklərimin fərqində oldum. Bütün bunlar üçün özümdən üzr istəyirəm. Onurğama yüklənən qorxuları, çarəsizlikləri, dəyərsizlikləri, yalnızlıqları, kimsəsizlikləri, dişil tərəfimə olan öfkələri, görünmək istəməməkləri, heçə sayılmaqları, aqresiyaları, nifrətləri, kinləri, boynumdan, çiynimdən, qollarımdan, əllərimdən, kürəyimdən, onurğamdan, belimdən, boğazımdan, sinəmdən, mədəmdən, bağırsaqlarımdan, dizlərimdən, ayaqlarımdan, torpağa axıb getməsinə icazə verirəm. Qapqara bir mazıtın bütün bədəninizdən axdığını hiss edin. Əlinizdə, ayağınızda yüngül uyuşma olacaq. İndi mən dedikcə, çiynimdən, qolumdan dedikcə o qara mazutun axdığını hiss edin. Onurğama yüklənən, qorxuları, çarəsizlikləri, acı çəkməkləri, görünmək istəməməkləri, güvənsizlikləri, dəyərsizlikləri, ədalətsizlikləri, haqqım olanı ala bilməməkləri, maddi mənəvi sıxıntıları, atama, anama olan öfkələri, küskünlükləri, dişiliyimi rədd etməkləri, boynumdan, çiynimdən, qollarımdan, əllərimdən, kürəyimdən, onurğamdan, belimdən, boğazımdan, sinəmdən, mədəmdən, bağırsaqlarımdan, dizlərimdən, ayaqlarımdan, torpağa axıb getməsinə icazə verirəm. Yenə qara mazut axsın. Kainatın yamyaşıl şəfa işığını onurğama çəkib onurğamı şəfalandırıram. Dəyərli olduğumu bilirəm. Sevgini qəbul edirəm. Sevilməyimə icazə verirəm. Özümü olduğum kimi qəbul edirəm. İçimdəki kiçik çiçəyi çox sevirəm. Güvəndəyəm. Başarılıyam. Yetərli olduğumu bilirəm. Sevgi, şəfqət, nəzakət dolu bir həyatı qəbul edirəm. Yavaş-yavaş gözlərinizi açın. Çox təşəkkür edirəm. Bu da bizim həm də sizin xanımlarımıza hədiyyəsi olsun. Çox təşəkkür edirəm. Bu əslində hər gün bunu eləyəriksə, onurğamızdakı bütün o ağırlıqlardan azad olarıq. Bu əslində mütləq bir niyyət belirlənməlidir. Bu bizim seansımızın resetting hissəsidir. Bəli, bilirəm onu. Bir də var bizim transformasiya hissəsi. Doğru. Transformasiya hissəsi tam meditasiyalarla olur. Orada bir neçə meditasiyalar var. Orada gələn insan hansı mövzudan gəlmək istəyir, ona bağlıdır. Eləsi var, deyir ki, mən pul qazana bilmirəm. Nə qədər bərəkətim yoxdur və yaxud onun meditasiyaları, onun da gəlir kökü eril dişil enerjiyə dayanır. Ata, ana burada da var. Yəni orada artıq sənin pul qazanmağına icazə verməyən kimdir? Sən özünsənmi? Yarğılarındır? Bəlkə valideynin sənə aşıladığı qıtlıq bilincidir. Kökə mütləq baxırıq.
O çok gözəl bir mövzudur o da. Və yaxud da ki, yenə nədən deyim, xəstəlik üzərindən gələn olur, onkoloji xəstəlik üzərindən gələn olur. Bunlar hamısı bir ruhun üsyanıdır əslində. Xəstəliyini sev dedikdə, xəstəliyin sənə mesaj verir ki, ora bax, oranı düzəlt. Doğrudur. Mən sonda bütün xanımlarımıza dişiliklərini qəbul etməyini arzulayıram. Dişil, nə qədər çox dişil olarlarsa, daha çox pul qazana bilərlər, daha çox, çünki almağı bilirlər. Eril yükünə keçdikdə, eril enerjiyə keçdikdə, onlar daha çox yəni iltifat verirlər, sevgi verirlər. Biz deyirik ki, yəni almağı öyrən, sevgi almağı öyrən, özünə dəyərli hiss et. Sən daha çox hökm edən tərəfdən bu tərəfə keç. Onda ailənin də bərəkəti olar. Kişi kişiliyində qalar, qadın qadınlığında. Ailə balansı da qorunar, uşaqların da balansı qorunar. Doğrudur. Uşaq da bilər ki, ananın yeri anadır, atanın yeri atadır. Ana evdə qərarları versə də son qərarı atan verəcək deyə onu uşağı aşılamalıdır. Doğru. Yox, qərarı mən verəcəm deyərsə, o evdə heç vaxt bərəkət də olmaz, sevgi də olmaz. Mən sevgi ilə qalmaqları arzulayıram. Kişilərimizə isə qadınlarımıza iltifat göstərməklərini, ən azından bir xoş sözlə onların könlünü ala bilərlər. Bəli. Və onda onların ruzi bərəkətləri də artar. Qadın onların bərəkətidir. O bərəkət qadınların ayağındadır. Qadın o qədər böyük bir varlıqdır ki, onun dəyərini bilməlidirlər. Ona sevildiyini, onun qəlbinin işığını göstərməlidirlər. Qadın qəlbinin işığını görərsə, artıq o sevgi o zaman sevgi olur. Sevgi dediyin ilahi sevgi qəlbin içindəki işığı görməkdir. Doğrudur. Razıyam. təşəkkür Çox edirəm. gözəl dediniz həqiqətən də. Bu günləri möhtəşəm bir mövzuydu. Mən də bu gün elə bil bu verilişdən gedəndə də çox şey özümdə aparacam desim, dəyişəcəm deyim. Mən də sonda onu demək istəyirəm ki, özümüz ilk növbədə özümüzə baxsaq, Bəli. baxmaq belə deyim ki, hər hansı bir ənlik kirşandan istifadə deyil. Daxilimiz, aləmimizə baxsaq, elə bilirəm ki, biz özümüzün kim olduğunu şəxsiyyət kimi tanısaq, biz dəyişə bilərik. Mütləqdir. Aynanın qarşısına çıxıb, güzgünün qarşısında durub, gündə bir dəfə, ilk dəfədən adam çox ağlayır. Gündə bir dəfə gözlərinin dərinliyinə baxıb, səni çox sevirəm, səndən üzr istəyirəm, məni bağışla, sənə təşəkkür edirəm deyib gözlərinin dərinliyinə baxsa, 21 gün onu desə, bir qadın 21 gün desə, o qadının həyatı görün necə gözəl olur. Bəli, razıyam. Həqiqətən də daşır. Ona görə də dəyərli xanımlar, özünüzü sevin, çünki siz həqiqətən də çox dəyərlisiniz. Çox sağ olun. Siz də Təşəkkür sağ edirəm. olun. Gözəl bir veriliş oldu. Çox sağ olun. Təşəkkür edirəm.